Maşınların içərisində aksesuar əşya və ya müxtəlif oyuncaqlar olur, amma bütün bunlar sürücülərə maneə yaradır, hətta ciddi təhlükələrə də səbəb ola bilər. Sürücünün sükan arxasında olarkən bəzi əşyalara diqqətini yönəlməsi onun fikrini yayındıra bilər. Bu da istənilən halda qayda pozuntulara və ya təhlükələrə yol aça bilir. Maşının içərisində hansı əşyaları saxlayırsınız, baxa bilərikmi, çəkiliş edə bilərik? Buyurun. Gedirik baxmağa. Adətən nə saxlayırsınız? Buyurun. Adətən əsas, belə deyim də, yağdır, məsəl üçün, antifrizdir, belə şeylərdir. Suranın suyudur, belə şeylərdir. Lazım olan şeylər. Bəs maşının salonuna keçid edə bilərik? Əlbəttə. Belə bir külqabıdır, məsəl üçün. Sonra telefon patstavkadır, yəni əlavə bir şey yoxdur demək olar ki. Bir də bu ciblərdir, bu modellərdə yer azlığı olduğuna görə bu cibləri əlavə almışam ki, məsəl üçün, nəyəsə qoymağa da. Bəs maşının şit hissəsinə əşya qoyursunuz, çünki sürəndə o düşür yerə. Ancaq mobil nömrəni qeyd eləmişəm, orada qoymuşam. Bəs oturacaq hissəyə bazarlıq paketləri olur ki, qoyursunuz? Qoyulur, ancaq arxa oturacaqlara, ön oturacağa yox. Xeyr, ancaq buradan. Bura qoyuram da, çünki şiddə düşə bilər. Qabaq oturacaqda paket qoymusunuz, amma yəni sürdüyünüz zaman paket düşüb yerə. Tormuz verəndə düşür. Tormuz verəndə. Onda düşür, bəli. Bəs fikriniz yayılmır? Yox, yayılmır, çünki vacib bir şeydir. Əsas maşındır, əsas yoldur, yəni. Düşür, bilirsən ki, vacib bir şey deyil də, yəni. O zaman götürək. Olar. Maraqlıdır, bəs gələcəyin sürücülərinə təlimlər zamanı bu detallar izah edilirmi? Axı onlar ilk dəfə sükan arxasına məhz təlim zamanı əyləşirlər. Tələbələrə təhlükəsizlik qaydalarını onu öyrədirik ki, maşının ön hissəsinə, şiştin üstünə əşyalar qoymamağı məsləhət görürük. Çünki ani tormozlama, ani qazlama və yaxud da hər hansı bir manevr zamanı bu əşyalar düşə bilər, bizim diqqətimizi yayındırıb qəza şəraiti yarada bilər. Hətta ən pis halda, ən dəhşətli halda pedalın altına gidib tormoz və yaxud da ki, qazlanmanın qarşısını ala bilər. Burada oyuncaq qoyanlar belə var. Oyuncaq qoyanlar var, bəli, düzdür. Onlar əgər oradan düşməyəcəksə və məsəl üçün bizim görüşümüzü kəsmirsə, bizim maneə yaratmırsa bizim üçün, o zaman problem deyil. Amma oradan düşəcəksə, bizim üçün problem yaradacaqsa və yaxud burada bəziləri asılqan qoyur, məsəl üçün, xrustal asılqanlar şüşədən. O ani tormozlanma zamanı ön şüşəni çatdada bilir. Mütəxəssislər oyuncaq seçimində də doğru qərarlar verməyi tövsiyə edirlər. Mən maşında sağ oturacağı, sizin oturduğunuz yerə, məsəl üçün, hər hansı bir əşya qoyulmamağını önəm göstərirəm. Yəni, yanında oturan yoldaşlarıma, dostlarıma da deyirəm ki, yəni, ayaqlarından ehtiyatlı olsunlar və yaxud orada bir əşya varsa onu oradan yığışdırsınlar. İndi isə istəyirsiniz, sınaqdan keçidir. Gördüyünüz kimi bu formada və yaxud bu yenidən burada olduğu zaman ani bir manevr zamanı bu düşəcək yerindən. Bu kimi hallar hətta qəzalara da səbəb ola bilər. Diqqətli və məsuliyyətli olmaq isə bizi təhlükələr dalardan sığortalayır. Nigar Babayeva, Emin Tağıyev, Telesəhər.